Göyçayda Vətən müharibəsinin qəhrəman şəhidi Nadirov Fərid İlyasoğlunun şəhadətinin 5-ci il dönümü qeyd olundu. Göyçayda bugün çox duyğulu, çox kövrək bir mərasim keçirildi. Vətən müharibəsinin qəhrəman şəhidi, igid döyüşçü Fərid Nadirovun şəhadətinin 5-ci il dönümü münasibətilə anım tədbiri təşkil olundu. Mərasimdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, din xadimləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, məktəblilər, kollecin kollektivi və yüzlərlə rayon sakini iştirak etdi. Hər kəs bir araya gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəmanların əziz xatirəsini ehtiramla andı. Tədbir bir dəqiqəlik sükutla başladı. Ardınca ruhuna dualar oxundu. Fərid Nadirov 21 sentyabr 2000-ci ildə Üngütlü kəndində dünyaya göz açmışdı. Göyçay şəhər 1 nömrəli məktəbdə oxudu. Sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil oldu. 2019-cu ilin iyulun 3-də həqiqi hərbi xidmətə yollanan Fərid 27 sentyabr 2020-ci ildən etibarən Vətən müharibəsində döyüşlərin ən ağır məqamlarında iştirak etdi. O, su qovuşan uğrunda gedən şiddətli döyüşlərdə 13 oktyabr tarixində qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Fərid nişanlı idi. Xidmətini başa vurub geri dönəndə toy etmək arzusu var idi. Amma bu arzusu qismət olmadı. Valideynləri o günləri xatırlayaraq deyir ki, onlar aylarla Fəriddən xəbər ala bilməmiş, hər gün ümidlə onun yolunu gözləmişdilər. Noyabrın 28-də isə Fəridin nəşi doğulub boya başa çatdığı Üngütlü kəndinə gətirildi və böyük izdihamla son mənzilə yola salındı. Bu günə qədər atası İlyas Nadirov hər gün Şəhidlər Xiyabanına gedərək igid oğlunun məzarını ziyarət edir. Onun dediyi kimi, Fərid mənim həm oğlum, həm qürurum, həm də nəfəsimdir. Fərid Nadirovun qəhrəmanlığı yüksək qiymətləndirilib. O, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Suqovuşanın azad olunmasına görə Vətən uğrunda cəsur döyüşçü medalları, eləcə də 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Tədbirdə məktəblilər vətənpərvərlik ruhunda şeirlər səsləndirilib. Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü. Sonda isə Fərid Nadirovun əziz xatirəsinə ehsan süfrəsi verildi. Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.